Gəlmişik Bahar Lətif qızının evinə. Bu gün də Bahar xanımın toyunu çəkəcəyik. Görək Bahar xanım necə toy aparır. Gəldik hələ evə, görək Bahar xanım necə hazırlaşır toya. Evdə Bahar xanımla birlikdə çıxıb toya yollanacağıq. Bahar xanımın şirin bir iti var. Amma çox adama saldırmaq istəyir. Salam, xoş gördük. Hoş gördük. Biz biraz itdən qorxuruq. Salam, necəsən gözəl? Yaxşısan? Bakıda toy gec başlayır, elə tez gelirsən. Hələ çəkmək olmaz. Bahar xanım hazırlaşır. Bizim toylar kraliçamız deyək də. Çünki mən deyərdim ki, xanım sənətçilər arasında çox bu itin qorxusundan düzənləri söhbət deməyə bilmirik. Rəfə xanım, bu itin həm də ki, deyəsən, yaxşı baxırlar, ha? Yəni, görürük ki, Heç işləmir. ay ərzində nə qədər pul xərclənir bu itə? Nə bilim, əvvəl məsələn peyvəndləri çox olurdu. Və belə ümumi götürəndə yeməklə bir yerdə bəlkə 120 manat. Balacaların xatirinə dəyər. Necəsən gözəl? Yaxşısan, gəl görüm, gəl. Sən neçə yaşın var? 7. 7, Allah saxlasın sən. Mama toya gedir. Bəli. Mama toya gedəndə darıxırsan gəlinə ki. Bəli. Yoxsa Vəfə xala yanında olanda rahat olursan. Bəli. Bahar xanım deyir ki, Vəfə yanında olanda mənim qızlarım rahat olur. Bilir ki, etibarlı əllərdədir. Yəqin ki, uşaqlar da artıq öyrəşiblər ki, mən gəlib mamalarını götürəndə mütləq rahat olurlar, dillər. Sağ ol. Mən olmadı, hələ zəng də vuranda dillər Vəfə xalanı götürək, görüm yanındadır, yox. Neçə ildir bir yerdə işləyirsiniz? 19 ildir. Maşallah. Maşallah. 19 20-imizi bəlkə yubiley kimi keçirdi, nə bilim, o da Allahın ya qismətidir. Allah həmişə mehriban eləsin, Allah rozinizi versin. Qapıda dayanmışıq. Biz biraz o balaca yaramazız. Buyurun. Bağladın. Sən maşallah böyüyüb yekə qız olmuşsan, Mən gələndə o balaca idi, heç bu birisi yox idi. Bahar xanım hazırlaşır. Yenə həmişə kimi əskər kimi durub qapının qarşısında. Yəni qoymaz ki, o toya geciksin. Bilirəm, Vəfə xanım çox məsuliyyətlidir belə şeyə. Ona görə bilirəm, tam zamanında toya çatdıracaq. Gəlin mamanızla görüşün, gedək. Zərgi maçı. Sevgi, sən də gəl. Bahar xanım qızları ilə sağollaşır. Toya getməyə. Yəni bizdə Ən azından 6-7 saat bir yerdə olmayacaqsınız da. hardasa. Ki o balın. Dedim. Maşallah, Allah saxlasın. Toya keçirik. Öpmədim. Gedək gecikəcək. Amma Bahar xanım, çox həyasız itiniz var ha. Onu biz sizimdən soruşan, onu əsas Aytəkin var ya, bizim dostumuz, aparıcımız, hə. Vəfa gedirik getməyinə. Prosta mən toya zada gedim, maşını özüm sürmürəm, ona burada vəfa sürüyor. Qızım bağlayın qapını, ona qurban. Deməli, Aytəkinə də saldırıb. Necə? Aytəkini, bir də ki, Günel Məhərrəmovanı. Başına bir oyuna sıxdı ki, Aytəkinin kostyumunu cırdı. Sonra Güneli demək ki, yıxdı. Aytəkin, amma əcəb olub ha. Aytəkinə o da azdı. Yəni təbii ki, toy sahiblərini üzbəüz tanımıram, indi gedib tanıyacağıq. Amma belə yəni bilirik ki, yəni bizi çox sevən insanlardır. Ailəsinə belə deyək də xoş gününə bizi dəvət edən bir Azərbaycanımızın övladıdır. Allah xoşbəxt eləsin bütün balaları. Biz də gedək. Bizim Allah mübarək eləsin. Bahar xanım, Ay can. toy necə olar? Yəni toy necə gedər, onu demək istəyir. Toyda mənə elə gəlir ki, əvvəldən gözəl musiqiləri dinləmək lazımdır. Sonra da ki, qəşəng yemək yeyib oynamaq lazımdır. Nəyə görə Bahar xanımın toyu çoxdur? Bahar xanımın toyu niyə çoxdur?
Valla ancaq onu o xalqın içində olan insanlardan sual verib soruşsaz daha yaxşı olar. Olsun ki, onların qəlbi ilə, zövqü ilə, onların ürəyindən keçən musiqiləri ifa edirəm. Bilmirəm. Toyu canlı oxuyursunuz. Bəli. Həm də səmimiyyət də var. Bəli. Amma hərdən olur ki, öz mahnılarımızı 2-3 dənə məsələn mahnı olur ki, onu fonoqram edirik. Mən o fonoqramı oxuyanda belə mikrofonu açıram. Yəni pillosun üstünə oxuyuram, ürəyim partlayır. Çünki özüm utanıram ki, mən axı canlı niyə oxumamalıyam ki? Yəni öz mahnılarımın üstünə belə canlı ifalar edirəm. Çox gözəl. Toy belə olar proqramı olaraq bu gün də gəlmişik Bahar xanımın toyunu çəkək. Görək Bahar xanımın toy aparmaq məharəti necədir? Bahar xanım meydangir müğənnidir yoxsa? Şəhanə xanımdan biz illərdir dostuq, amma heç vaxt belə məclisdə düşməmişik. Evet, balanın toyunda inşallah, amma bugünkü toyda Allah mübarək eləsin, bugün də Bu meydan, bu da siz. Görək toyu necə idarə edəcəksiniz? bu meydan, bu da Bahar, yəni şeytan yox. Getdik. Hə, Bahar xanımı yola saldıq zala, toy zalına. Görək biz də keçək restorana, görək Bahar xanım öz ansamblı ilə bugünkü toyu necə idarə edəcək. Yəni ümumiyyətlə toy aparmaq bir məharətdirmi? İnsanları necə özünü sevdirməkdir və insanlar necə Bahar xanımı qəbul edib ki, onlar öz məclisində həmişə Bahar xanımı görmək istəyir. Bahar xanım, artıq toyun başlamağına bir neçə dəqiqə qalıb, amma musiqiçilərlə yığışmışsınız, həm meyvə yeyirsiniz, həm də toyu necə idarə edəcəksiniz, onun söhbətini edirsiniz. İdarə eləyəcək deyəndə ki, biz musiqiçilər ümumiyyətlə incəsənət insanları arif adam olurlar. Bir baxışdan bilirlər ki, bu məclis necə olmalıdır, bu məclisdə hansı musiqiləri daha çox yəni üstünlük təşkil eləyəcək. Məclisə baxanda artıq bilirsiniz ki, bu məclisi necə idarə etmək lazımdır. Hətta elə olur ki, mən çönürəm arxaya, uşaqlara deyirəm, nə oxuyaq, nə ilə başlayaq? Ola bilər ki, mən çaşaram da, bir baş ağıllıdır, 5 baş ondan da ağıllıdır. Qudalar mahnısından başladıq. Elə olur ki, heç qudalar oxumur. Çox toylarda görürsünüz ki, toy sahiblərinin əksəriyyəsinə nədənsə qudalar mahnısını sevmir. Valla əslində heç mən də o mahnı ilə açılışı sevmirəm. Deyək mübarəklə də sevmirəm. Özəl musiqilər var, onlarla açılış eləməyə daha çox xoşlayıram. Bugün qardaşınız Arifi görmürəm. Arif bir yoxdur, Naxçıvandadır. İnşallah bir sənət dostumuzla gedib, Nadir Qafarzadə ilə gedib səhv eləmirəmsə. Bizdə dəstədə sir yoxdur da, kim hara getdi, hamı bilməlidir. Bu da Ansambl musiqiçilər arasında qardaşınızla fərq qoyursunuz. onu məndən sual vermir, onu uşaqlarımıza sual verir. Qonorar məsələsində. Mən desəm, biraz qardaşım mənim üçün evdə qardaşımdır. Evdə onun hər bir sözü mənim üçün qanun olacaq. Amma iş mənim üçün işdir. Amma qonorar məsələsində fərq qoyursunuz. Tam səmimi. Tam səmimi, fərq yoxdur. Nə yox? Yox, bizə Bahar xanım bilirsiniz. Bahar xanımın çox vaxt toyda belə bir çıxışı var ki, mənim bir yox 7-8 qardaşım var. Yəni əli ilə arxamı göstərir, 8 qardaşım arkada var. Yəni ki, o qardaşı Bahar xanım bayaq dediyi kimi qardaşlıq, əsl qardaşlığı evdə. Amma burada 8. Arif də bizim bir tayımız. Ansamblına qarşı Bahar xanım çox diqqətlidir, eləmi? Bəli, çox. Allah canını sağ eləsin. Həm də etibarlı. 21 ildir biz Bahar xanımdan bir yerdəyik. Bəli, də mən tarifatçıyam bilirsiniz. Həm tələbə yoldaş olmuşuq, bu gün də bax bir dənə mən ansambl şəkli Bahar xanımla işləyirəm. Ola bilər tarçamanca, məsələn, hansısa bir xanəndələrimizlə işbirliyimiz olar, amma ansambl şəkildə bir dənə Bahar xanımın yanında. Bir də mən çox istəyərdim. Etibarlığından, onun sadiqliyindən. Sağ ol. Mən çox istəyərdim ki, ümumiyyətlə bütün toy şənliklərimizdə, el şənliklərimizdə, ümumiyyətlə də bu tədbirlərdə mütləq şəkildə milli alətlərimiz olan tarkamança mütləq şəkildə olsun. Hətta nəinki qanun belə varımızdır. Xanım da var ansamblda. Bahar xanımla həqiqətən işləmək çox gözəldir, bir şərəfdir həm də, çünki rahatdır, ayırmır heç birimizi bir-birimizdən, hər bir insana eyni gözlə baxır, xətrimizdə hamımızı eyni dərəcədə çox istəyir, biz də həmçinin eyni qarşılıqlı çox istəyirik. Bahar xanımda mənə elə gəlir ki, feministlik var. Feministlik nədir uşaqlar? Mən, yəni qadın tərəfində
Bəli, kişilər inciməsin məndən, yəni qardaşlarım da inciməsin. Mən evdə belə, qardaşımın yoldaşıdır. Deyirəm ki, mən qardaşımın tərəfində yox, yoldaşımın tərəfində. Ona görə deyirəm ki, feministlik varsa xanımın arasında fərq qoyursunuz, kişilər arasında xanımın. Bəli, əlbəttə o mütləq şəkildə, çünki o xanımdır. Olduğunuz toylarda yadda qalan ən maraqlı hadisə nə olub? Qısa konkret. Birini yadınıza mən yıxılmışam, onu bilirəm. Özü qəşəng yıxılmışam, elə belə yox. Bir gəlinə kömək eləyirdim, özüm dəydim yerə. O olan şeydə, amma sonra nələr baş verib uşaqlar Bu da şey, hansı nə bilim nə? Hansısa toyda Bahar xanım toyu yarımçıq qoyub çıxdığı olub. Yox, yarımçıq qoyub çıxmamışam. Amma toyun sonluğunda toy sahibi tərəfindən artıq söz eşitmişəm. Pulu götürməyib getmişəm, amma pul sonra özü gəlib dalımca. Dava düşəndə önə kim gəlir? Dava düşəndə vəfadar. Onu mən deyim. Dava düşəndə bizim dəstənin bir dənə biz Məməd deyirik, anamız var bir dənə vəfa. Anamız veririk qabağa. Yox, vermirsiniz qabağa. Yox, sən get biz də alırıq, narahat olma. Belki bir dənə tərpənmirsiniz. Özüm həll eləyəcəm. Bax belə. Hamıdan qabaq Vəfa xanım hiss edir o təhlükəni. O özü Necə həll edir? yəni hiss edir o təhlükəni. Kişi kimi həll edilir o özü. Bəli. Lazım gələndə söhbətə apar. Sözə söz, söhbətə söhbət. Şəhərxan, toydur da, toyu yola vermə. Yəni yola vermək deyəndə belə pis çıxır. Yəni idarə etmək bizim borcumuzdur və sonluğuna qədər də çalışmalıyıq, sakitçiliyi biz də riayət eləyək. Çünki içkili olur. İçki nədir? İnsanın ağlını başından alır. Yəni ayılandan sonra insan səhərsiz zəng eləyib o qədər deyir üzr istəyirəm, nə demişəm mənə gəlsin. Filan bəs məkan. Ona görə də çox dərinə getmək olmaz, amma gələn qonaq da üzr istəyirəm, gələn qonaq da toy sahibinə gəldiyi evə hörmət əlaməti olaraq biz də o ev sahibinin qonağı olduğumuza görə musiqiçilərə tək xanəndədən getmir söhbət, tək müğənnidən getmir. Gələn musiqiçiyə belə hörmət etməlidir, hörmətlə yanaşmalıdır. Bir də görürsən oradan bir dənə məsələn də nəyisə müşayiət elə, ya ifa eləyəndə onu demək tərzi var. Bir var insana deyirsən ki, zəhmət olmasa, bir də oradan elə olmaz. O, yəni elə incə sənətimizə hörmətsizliyi oradan görür. Yanaşmaq lazımdır. Mən belə bir sual verdim ki, toyda dava düşəndə məsələni kim həll edir? Dedilər Vəfa xanım. Vəfa xanım, mənim üçün maraqlıdır. Nə bilim, dillə başa düşməyəndə yumruqla. Maşallah. Mən bilirəm ki, Vəfa xanım Bahar xanıma görə çox adamları döyüb. Elə valla Şahanə, səninlə Vəfa 200 də eynisiz. Bunların yanında mənə söz demək mümkün deyil. Biraz acı deyər. Çünki dözər. Son məqamda acı deyəcək sözü. Amma acı da deyəndə gərək mənə baxsın ki, mən deyim ki, hə, yaxşı, necə istəyirsən elə. Bəzən belə olur da, mən qalxıram ayağa belə. Mən onda Vəfa xanıma prodüserdən əlavə həm də Bahar xanımın can güdəni deyərdim. Mən də elə qəbul edirəm. Nə bilim, hansı birindədir? Qoruyucu mələk. Allah sizi həmişə mehriban eləsin. Allah hər zaman ruzunuzu versin. Arzum budur ki, sənin o bir balan var ha. O balanın toyunu sənət dostları ilə çox işləyirsən, ətrafında ən öndə gedənlər də var. Amma mənim arzum budur ki, sənin balanın toyunda, çünki gözümüzü yumub açırıq, böyüyür, artıq böyüyüb sənin qızın. İnşallah sənin qızının toyunu. Məhz bax bu uşaqlarımızla Çox sağ ol əzizim. Allah razı eləyim. Özə idarə eləyim ha. Pul zad yoxdur. Xahiş edirəm. Bu elə bir deyil yazır. Musiqiçilərin pul olacaq, amma müğənnilərə söz vermirəm. Heç musiqiçilərin də pul olmayacaq, çünki musiqiçilərin pulu Bahar xanım verəcək ona görə. Allah sizi hər zaman mehriban eləsin. Bugün həqiqətən mənim özüm üçün də maraqlıdır ki, Bahar xanım necə toy idarə edir. Və nəyə görə onu insanlar çox sevir, çox toya dəvət edir. Bahar xanım, baxaq. Getdik.
Bir görüştürler bizim şanası, bir görüştürler bizim şanası. Bir böyle baksana ay bağdaki, yandırıp yakın sana gönlümdeki. Neresi duruşuna frence, neresi duruşuna frence. Bu toyda oynamasanız vallahi sizə də, bizə də gülərlər. Diskə baxıb deyəcəklər, kasetə baxıb deyəcəklər. Bax bu qonağı çağırmışdım, rəqs eləmədi. Deməli mənim balamın toyunda sevinmirdi. Ona görə də rəqs eləmək lazımdır. Toyumuz Allah mübarək eləsin. Bugün öz gözəl ansamblimlə sizlərin qonağıyam. İnşallah ki məclis də bu gözəl toyda sizlərin də bizim də könlümüzcə olacaq inşallah. Teşekkür ederim Bahar Hanım. Toyda nə işiniz var Bahar xanım? Fayədə nə işim var? Deməli oğlan oxuyan artıq öz ifalarını edirdi. Mənə də bilirsiniz qohumlarım, doğmalarım, əzizlərim var. Yəni gördünüz. Hatta Yox, fanat değildi. Doğmalarımızdan idi. Zəng eləmişdi. Səsküydə danışa bilmədim. Çıxdım ki 2 saniyəlik də olsa cavab verim. Bu da benim. tamam, o da sizin diqqətinizə irəli gəlir. Canım mən. Toyda muğama çox üstünlük verirsən. Yox, qətiyyən. Sadəcə yox. Mən ümumiyyətlə hər zaman da bunun tərəfdarı olmuşam. Muğam toyda az da olsa olmalıdır. Çünki bu bizim milliliyimizdir. Yəni toylarımızda muğam mütləq az da olsa olmalıdır. Amma bütün toy boyu muğamı mən istəmərəm. Öz balamın toyunda da istəmərəm və toy sahiblərini də o cümlədən başa düşürəm. Amma bir tərif olaraq, tərif də deyil o. Sadəcə yəni bu toya xoş gəlmisiniz. Bəyimiz gəlinimiz toyu mübarək olsun. Belə hansısa bir bayatıları demək olar da. Tovuz elinin toyudur bugün. Bəli, Tovuz elinin toyudur. Mənim üçün Tovuz, Qazaq, Şəmkir, Gəncə, Quba, Qusar, Şamaxı, Lənkəran, Astara mənim üçün fərqi yoxdur. Fərqi yoxdur. Yəni hansı bölgə olur olsun mənim Azərbaycanlılarımın övladlarının toyudur. Bölgələrin hamısına dəvət alırsınız, hamısında da sevilirsiniz demək. Bəli. Ən çox da Gəncəbasar bölgəsi ilə Cənub bölgəsində.
Birini gözlerim, yandım ayağıma. Birini gözlerim, ay maşallah. Birini gözlerim, yandım ayağıma. Birini gözlerim. Dostlar, böyle bir təklif var. Gözəlləmək istəyirlər. Ondan da öncə babamın babasının babası. Allah mübarek eləsin. Teşekkür ederim Bahar Hanım, teşekkür ederim. Sesiniz, avazınız var olsun Bahar Hanım, Latif kızı.
Amma mən sizin yerinizdə olsaydım Bahar xanım, bir həzin mahnı oxuyub bəyimizi, qəlbimizi vallahi rəqsə dəvət edərdim. Olar mı? Əziz Ceyhun bəy hardadır? Bəyimiz hardadır bəyimiz? Buyurun meydana. Buyurun meydana. Ben gece ama sen gündüz gibi her zaman çekilen hasretim. Sensiz benim şefkatim. Saçsam etrafımda esitsin. Allah övladınızı xoşbəxt eləsin. Bu gözəl günün belə deyim də toy idarə olunmasını müğənni tərəfini Bahar xanıma həvalə elədiniz. Nəyə görə Bahar xanım? Bahar xanım həm xalqımızın gözəl müğənnisidir, həm də bizim universitetimizin gözəl qonağı olur həmişə, tədbirlərimizdə həmişə dəvət edirik. Bahar xanım xalqımız sevir. Bahar xanım gözəl muğam ifadəsidir eyni zamanda. Gözəl müğənnidir. Bahar xanımdan başqa... Bəy atasısınız. Bəy atası kimi, bəli, biz Bahar xanımı çox sevirik. Ona görə nəvəmlə də şəhid çəkdirdim ki, yadigar qalsın Bahar xanımı. Necə toy aparır Bahar xanım? Gözəl, gözəl, yüksək səviyyədə. Allah canını sağ eləsin, Allah ömür versin. Biz də Bahar xanımın evladları mən bilən balacadır. Evladlarının toyunda da biz iştirak edəyək. Bahar xanımın toy aparmağından razı qaldınız. Çox yüksək səviyyədə, möhtəşəm toy aparır. Özüm onun pərəstişkarıyam. Xüsusilə də gecələr mahnısından ötürü günün hansı saatında istəsəm, qoşub qulaq asıram. Qız atası. Bəli. Oğlan bəyin atası, anası Bahar xanımdan çox razı qalıb toy aparmağından. Nəyə görə Bahar xanım istədiniz ki, toyunuzu, qızınızın toyunu aparsın? Bahar xanım həmişə izləmişəm onun reportajlarını, konsertlərini, toy məclislərində olmuşam, xoşuma gəlib. Ona görə də Bahar xanımı seçdim. Toy necə idarə elədiniz? Çox gözəl, özü kimi gözəl, məclisi də çox gözəl apardı. Minnətdaram, hörmətli olsun, Bahar xanımın balaları üçün olsun, bütün subaylar üçün olsun. Ümumiyyətlə toyu Bahar xanıma həvalə etmək oğlan tərəfin istəyi olub, yoxsa qız tərəfi? Yox, bu qız bizim tərəfimiz olub. Qız tərəfin istəyi. Deməli sizin istəyiniz. Bəli, bizim istəyimiz. Allah balanızı xoşbəxt. Sağ olun, sizin üçün olsun, bilmirəm subaysız evlisiniz, balalarınız üçün olsun. Sağ olun. Bahar xanıma da çox təşəkkür edirik. Çox gözəl. Sağ olun. Öz istəyinizdir, yoxsa qızınızın istəyi oldu? Öz istəyim. Evdə öz istəyim olub, demişəm ki, Bahar xanımı çağıracam. Yəni məsləhətləşmişəm, hamı da razı olubdur.
Hamısı, Bütün toyu demək olar ki, canlı oxudu. bəli, bütün toyu canlı oxudu, şən apardı, oynadı. Çox gözəldir. Minnətdaram. Hansı mahnısını çox sevirsiniz Bahar xanım? Gecələri. Oxudu bu gün. Yox, onu axırda. Yəni onu demişəm, axırda oxuyacaqdı. Bəli. O gecələr Bahar xanım da gəlib çıxdı. Bahar xanım, bəy atası, anası da, qız atası da sizi çox sevir. Amma bu toyda sizi arzulayan əsas qız atası olub. Bir arzusu var. Toyun sonunda gecələr mahnısını oxuyacaq. Mütləq elə toy yoxdur ki də mən o mahnını oxumayım, yox istəməsinlər. Mən əslində o mahnını toylarda oxumaq istəmirəm. Çünki biraz kövrək notlar üzərində qurulub. Ya qız atası ağlayır orada, ya qız anası ağlayır. Ona görə də istəmirəm onu oxuyum. Amma bir halda ki, xalq istəyirsə, insanlar sevib, belə deyək də, əziyyət çəkib bizi dəvət eləyiblərsə, biz də onların istəyini yerinə yetirməliyik. Çünki bizə qiymət verən, bizi adımızla tanıtdıran, ata adı ilə belə tanıtdıran o xalqdır. Ona görə hörmət əlaməti olaraq məcburam ki, oxuyacağam. Niyə bu qədər sevilir sizi? Vallahi onu yenə deyirəm, bayaqlarda demişdim, xalqdan soruşmaq, insanlardan soruşmaq lazım. Özün də nəsə eləyirsən də, Sizə bir şey də əlavə edeyim ki, o qədər səmimi xanımdır ki, az müddətdə tanıdığımdan elə bil ailəmizin bir üzvüdür. Bax elə bizimlə hərəkət elədi, daha özünü bəzi müğənnilər kimi məsafə qoyur. kimlər göylə gedir xanım? Necə? Özün göylə aparan müğənnilər kim? Yəni onu mən nə açıqlayım? Yox, ad çəkən ada görə yox, bilirsiniz necə? Ad yox. Ümumiyyətlə izlədiyimiz qədərilə deyirəm, çox səmimi xanım, çox bizimlə elə mehriban, elə bil ki, mənim bacımdır. Azərbaycanımızın övladları xoşbəxt olsun. Amin, çox sağ olun. Biz xoşbəxtdik ki, Bahar xanım xeyir duası ilə evladlarımızı evləndirir. Allah xoşbəxt olsun. Sağ olun. Sağ olun.